E, Xədicə xanım, siz eşidirsinizmi rayonda, zadda, orada, burada, qonşuda? Bəs sosial yardımı kimə verirlər, ay Xədicə xanım? Vallahi heç kimə verəsizlər ay Teymur müəllim? Hamısı da öz elə məmurlar öz adamlarına düzəldirlər də sosial yardımı. Vallahi elə adamlar var, and olsun Allaha deyir, düz 4 dəfə imtina gəlir, 5 dəfə imtina gedirəm, göndərirəm, imtina eləyirlər. Vallahi elə adamlar var deyir, ala bilmirəm. Elə adam var deyir, düzəldə bilmirəm deyir. Çünki öz məmurun öz adamlarına düzəldir də sosial yardımı. Öz ciblərini düzəldirlər. Öz qohum əqrəbəsinə eləyir. Və biz də insanıq da. Niyə belə zülm eləyirlər bizə? İlham Əliyev danışır, deyir ki, məsələn, icraların yerini dəyişməni deyir. O Sahil Babayevi niyə çıxartmır? Çıxarsın da Sahil Babayevi. Niyə otursun orada? Yuxarı apardı, yüksək vəzifə verir ona. Daha da yüksək vəzifə verir. Hadi niyə çıxartmırsan da İlham Əliyev? Bax, icraların yerini dəyişirsən, Sahil Babayevi çıxart, başqasını gətir, qoy İlhamla kömək eləsin. Belə olmaz axı. Bu nədir Sahil Babayev elə özün çərərini mi fikirləşməlidir? Öz cibini mi fikirləşməlidir? Ha, bizim də uşaqlarımızın haqqı var da. Ver də nə istəyirsiniz axı? And olsun Allaha, Qurana and olsun. Elə mürüzüdə gəlib düşmüşəm. Böyüm, mən o qədər növ keçirdim ki, azım keçirdim. Ben nə arayacağım, nə yiyəcəm? Mən 5 dənə uşağımı necə saxlayayım? O anda gedib oturacağım yolun ortasında. Elə çıxırdı. Əlimi açacağım, ona bunu yalvaracağım ki, kimin nə gücü çatır 1 manatdan mənə versin. Mən uşağımı dolandırım. Çünki bu ölkədə, bu Azərbaycanda İlham Əliyev bu qədər bizə zülm edir. Mənim yoldaşımın şəhərlər həbs elədilər. Mən də oturub işə diləndim. Köpür uşağımla oturub dilənçi kimi düşüb dilənəcəm. Ya mənim uşağımın sosialını versin, ya uşaq pulunu versin. Bəstirində bu qədər ağırladınız, yediniz. Bu qədər ciblərinizi doldurdunuz. Hara göndərirsin bu pulları? Yığıb hara göndərirsin? Xaricdən ötürürsünüz bu pulları. Nə istəyirsiniz axı? Bəstirində də. Hamınız altınızı qızılla doldurursunuz. Və biz də insanlıq da. Və biz kimə deyək? Kimə dərdimizi deyək onda? Niyə eşitmir İlham Əliyev? Niyə eşitmir Mehriban xanım? Mehriban xanım, ana kimi nə qədər mən sizə müraciət edib deyirdim ki, Mehriban xanım, siz də anasınız, 5 dənə körpəm var. Sənin də nəvələrin var axı. Mənim də uşaqlarımdır, bəzim ki, uşağımdır. Böyüdürük, əziyyətlə də olsa böyüdürük. Siz necə onların başı üstündə fırlanırsınız, biz də bağlarımızın başının üstündə fırlanırıq, uşaqlarımız əziyyətlə də olsa böyüsün. Və biz də istəyirik də yaşasın bizim uşaqlarımız. Niyə qoymursuz yaşayın?